Son günlər sosial şəbəkələrdə Bakıda ucuz qiymətə qurbağ ətinin satıldığı və bəzən dönərlərə qarışdırıldığı iddia olunur. Bu isə qida təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlara səbəb olub. Vətəndaşlar artıq yedikləri ətin başqa məhsulların mənşəyini sorğulayırlar. Azərbaycanda qurbağ ətinin satışı qanunidirmi? Bu ətin hansısa zərərləri varmı? Qlobal Info Azad danışan Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən heç bir ətin satışına qadağa yoxdur. Sadəcə ictimai yaşayış obyektlərində satılan ətin adının yazılması tələb edilir ki, istehlakçı aldanılmasın. Bu sərt siyasətdir. Ənənəvi yeyilməyən ətlərin satışına qadağ tətbiq olunmalıdır. Artıq illərdir belə qərarın verilməyini gözləyirik. Təəssüf ki, hələ də yoxdur. 15 il öncə qurbağa əti istehsal edən bir şirkət barədə məlumat almışdıq. Həmin müəssisə cənub zonasındaydı, ixracla məşğul idilər. Ola bilsin qurbağa ətini indi bazara çıxaranlar da onlardır. Bütün hallarda istehlakçı nə aldığını bilməlidir. Ənənəvi yeyilməyən ətlərin satışına rast gəldikdə mütləq şəkildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini məlumatlandırmaq lazımdır. Diyetoloq Ceyhunə Yusifova deyib ki, qurbağa əti yüksək bioloji dəyərə malik zülal mənbəyidir. 100 qram qurbağa ətində təxminən 16-18 qram protein var. Aşağı yağ və kalori tərkibli qidadır. Bəhli saxlayanlar, arıqlamaq istəyənlər və yağ qəbulu məhdud olan şəxslər üçün ideal seçimdir. Omega-3 və kaliumla zəngindir. Həzm sistemi üçün yüngül və asan qəbul edilir. Mədə-bağırsaq həssaslığı olan şəxslər üçün tövsiyə edilə bilər. 12 vitamini və dəmir tərkiblidir. Sinir sisteminin sağlamlığı və qan hüceyrələrinin yeniləməsi üçün vacib olan bu maddələr qurbağa ətində təbii şəkildə mövcuddur.